Ramiz. Bəli. Orada deyiləm, buradayam. Sən gəlmədin, mən gəldim. Sizlər üçün bir dənə sağa gedən yol, Məscid küçəsinin paralelində, iki küçənin paralelində bir dənə şəxsi tikili 3 mərtəbə 4 sot olar, 4 sot yarım həyəti olar. Yalnız qaldı. Geniş həyətli, bağçalı, bağlı ev sizə təqdim edirəm. Ev şəxsi tikilidir, bir 10-15 illik tikilisi. Amma remont yeri olur. Yəni hər şey yüksək səviyyədə, yüksək keyfiyyətli materiallarla hazırlanır. Orada bisetkası da var. Bisetka yəni yayda oturub çay içməyə, istirahət eləməyə, dincəlməyə, həyətdə bir sürü. Evin girişi buradan da var. Bu süvitmə qapıdır, amma mən sizə o birisi tərəfdən evin girişini göstərəcəm. Həyəti dolu, burada birinci mərtəbə 2 daş kürsülü var. Daxil olan kimi, bax birinci, burada mətbəxdir. Birinci mərtəbənin mətbəxidir. Az burada yerdə yaşayır. Bura bir yataq otağıdır, geniş bir yataq otağıdır. Kolonlar, beton kolonlar otağıdır. Geniş bir qonaq otağıdır. Qonaq otağı ramon gördüyünüz kimi həyətə baxır. Arxada da belə twisting yeri uğraşdırır. İkinci mərtəbədə. Bura ikinci mərtəbədə. İkinci mərtəbədə də yenə bir dənə holdur. Hamam paleti ad denildi. Hamam paleti denildi. Ağılçı ad denildi. Bura bir yataq otağı. Bu yataq otağında da gördüyünüz kimi. Evin içi hündürdür. 350-320 var. Burada da twisting yeri nəzərdə tutulur. Burada deyəm otalar hamısı twisting yeri nəzərdə tutulur. Burada bir otaqdır. Evin kvadratları çox böyükdür. Yəni gördüyünüz kimi ev geniş, böyük. Burada da bir yataq otağı, pəncərələrin rəşıqqalarına kimi qoyulur. Rəşıqqaların üstündəki çukurlardan bilinir ki, ev köhnənin evidir. Geçirik 3-cü mərtəbə, yəni mansar hissəsi. Başlayacaq. Burada evimizin mansar hissəsi. Yəni evdə hər hansı bir yığıncaq olduqda pol şəkildə. Burada daxil olur, burada qeyd eləməyən keçmək olar. Burada da bir qladovka kimi geniş bir yer hazırlanır. Pəncərələr iki tərəfədir, üstü apışıqlar, yeri polu, rəqləri, həyət fazası. Yəni 3-cü mərtəbədən həyətin oradan sizə göstərəcəm. Qladovkası da var, qladovkası, 2 dənə qladovkası var. Yəni bol bərbənkə yığmağa 2 dənə qladovkası var. Burada həyət hissəmiz. Geniş bir həyətimiz, jalüz qapı. Və dəyərli izləyicilər, gördüyünüz kimi evin bu da çöldən tam görüntüsüdür. Evin qazı, suyu, işığı, plusdakı əlavə də olaraq quyusu var. Yəni quyu suyu da var, dövlət suyu da var. Qapısı da baxalı jalüz qapıdır. Evin kvadratı hardasa 360-380 kvadratdır. Qiymət 170.000 manatdır. Reallıq olsa qiymətdə endirim olacaq. Bizi izlədiyiniz